Tamam. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulullah ve ba'd. Evet değerli kardeşler, değerli Müslümanlar, Allah'ın selamı, rahmeti, bereketi üzerinize olsun. Allah'ın memnun ve ba'd. Deməli, İmam Macuri'nin Kitab-ı Şeriyesinde inşallah ki 25. bölümün üzerindeyiz. 25. babdayıq. Hamdolsun ki Rabbim bizlere Selef Salihinin izinle geçmeyi, onların yolunda yürümeye Rabbim nasip etmiştir. Allah'ın emin. Allah subhanahu bizim bu əməlimizi devam etmeye nasip etsin. Yani uzun bir yay tatilinden sonra Resulullah sallallahu aleyhi ve sellem ne dedi? Kış mümin için bahardır. Müminin baharı kıştır. Niye ibadet, itaat eləmək nöqteyi nəzərdən mümin üçün qış daha doğrudur. Çünki qış ayı geldi mi, elhamdülillah müminlər ibadətə daha çox yatkın olurlar. O orucudur, diğer ibadetləridir, gece ibadetləridir, gece uzundur, Allah'a hamd olsun. Ve diğer elhamdülillah Müslümanların vakti yaşlıdır ki işten tez çıkabilirler ve gece uzun olduğuna göre de qayıdıb daha rahat şekilde dincelebilirler. Rabbimize hamdolsun ki Allah subhanahu teala bizleri tekrar bir araya getirdi. Allah bunu bizim imanımızın sonuna kadar devam etmemizi Rabbim bize nasip etsin. Amin. Demek kardeşler, aleykümselam. Geçen hafta dedik ki 25. bölüm ki imanın təsdiqi bağlı, imanın dille iqrarı, qəlb ilə təsdiqi və əməldə göstərmək ki bunlardan yani 3 tanesinden biri insan hayatında olmazsa o insan ne Müslümandır ne de ki mümindir. Ve bu kitapta mümindir anlamında, iman ehlidir anlamında sözler istifade olunduğu zaman hem içerisinde İslam gelir hem de iman gelir. Ümumiyyətlə iman ile İslam yan yana geldiği zamanda, iman ile İslam yan yana geldiği zamanda İslam zahiri əməllər nəzərdə tutulur. İman ise daxili əməllər nəzərdə tutulur. Yani iman deyəndə qəlb əməlləridir. Eğer İslam ile iman kəlmə və məsəl üçün bir cümlənin içərisində gəlir ki, müminlər və müsəlmanlar, İslam və iman kəlməsi bir cümlənin içərisində gələrsə, yani ikisinin de ayrı mənası vardır. Ama bir kəlmədə, daha doğrusu bir cümlədə sadece İslamdan bahsedilirsə, imandan bahsedilirsə, mümindən, müsəlmandan bahsedilirsə, içərisində həm mümin, hem Müslüman, hem gerekirse de Mühsin de dahildir yani. Şeyh diyor ki, burada kaldık ki, 3 tanesinden yani bir insanın kalbinde olmayan şey dilinde olarsa, dilinde olan şey əməlində olmazsa veya kalbinde olan şeyin dilinde olmazsa o kişiden iman ve İslam qəbul olunmur. Ve bununla da bağlı Kur'an-ı Kerim'den farzlarla, vaciblərlə bağlı Kur'an-ı Kerim'den müəyyən dəlillər də gətirərək çok faydalı bir baba deyilmiştir. Ve ümumiyyətlə 3 əsrdə, yəni Sələf Salihin o 3 Sələf əsri ki var, mürciyələrlə, cəhmiyələr, mü'təzilər, xavaric, həmən bu imanın əməllər imandandır, söz imandandır, qəlb imana bağlıdır məsələsilə bağlı çox ixtilaflar ediblər. Və əslində baxdığın zamanda da ixtilaflar yəni həqiqətən də belə deyim ki, önəmli bir məsələ üzərində olubdur. Çünki müminlər qəlbi ilə iman etmədiyi sürəcə, dili ilə də onu göstərmədikləri sürəcə imanlarında irəliyə bilməzlər. Bunun üçün deyir ki, şeyh burada birinci deyil, ümumiyyətlə qəlbə iman necə yerləşir? Deyir ki, iman birinci qəlbdə yerləşir. Eğer iman deyil qəlbdə yerləşməzsə, o zahirə çok çətin çıxacaqdır. Qəlbdəki imanın zəifliyi, dildəki və əməldəki imanın zəifliyi göstərməsidir. Eğer bir insan deyil, qəlbindəki olan imanı onun deyil, diliyle çöle çıkırsa
o muhakkak ki onun əməllərinə yansıyacaqdır. Eğer dilin qəlbindəki olan əməl dilinə yansıyır, əməllərində göstərilmişsə, onun əsl problemi qəlbdədir. İman çünkü onun qəlbinə deyir yerləşməmişdir. Biraz sonra gələcəyiz. Maidə surəsinin 41-ci ayətində deyir ki, Allah Subhanahu taala orada işte qəlblərinə iman yerləşməyənlərdən danışır ki, orada qəlblərinə iman yerləşməyən hansı ki, onlar küfürdə həddi aşarlar ki, onların həqiqətən də nədir? İman qəlblərinə girməmişdir. Qəlblərinə daxil olmamışdır. O səbəbdən imanla onlar tanış deyirlər və qəlbə Allah iman yerləşdirməyibsə, bir insanın dilindən iman tez gedər, əməlindən də tez gedər. Və Nəhl surəsi 106-cı ayəti də yenə bu məsələyə dəlil gətirir ki, "Mən kəfərə billahi min ba'di imanihi illə mən ukriha və qalbuhu mutmainnun bil iman." Bax, dili ilə bir insan küfr edə bilər. Diqqət edin. Dili ilə bir insan şirk edə bilər. Dili ilə bir insan yanlış söz söyləyə bilər. Amma qəlbi o dilinlə dediyinin ikrah halında ikən təsdiqləmirsə, əsas Allah Subhanahu taala deyir, baxdığı nöqtə haradır? Qəlbdir. Dildəki olanı kim təsdiqləyir? Qəlb təsdiqləyir. Və bu səbəbdəndir ki, Allah Subhanahu taala ayətində deyir ki, "Velakin men şeraha bil kufri sadran." Kimin qəlbi küfrə açıq olarsa, bax, artıq sənin qəlbin nə oldu qardaş? Küfrə açıldı. Sən dilində nə desən də, əksini desən də fərqi yoxdur. Önemli olan nədir? Sənin qəlbin küfrə artıq açlısa, sən məhv oldun. Sən ikrah halında sənin qəlbin imanla doludursa, sənin dilində olan sənin imanla heç bir zaman zərər vurmaz deyir. Eğer belə olarsa deyir, فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللّٰهِ. Eğer bir insan küfürü qəlbinlə işləyərsə, onların üzerine فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللّٰهِ, onlara Allah'ın qəzəbi vardır. وَلَهُمْ عَذَابٌ عَظِيمٌ. Bunlar üçün də böyük bir əzab vardır. İbn Teymiyyə deyir ki, qəlbiyle küfür edib iman eden insanlar zındıqlardır. Və tez-tez ümumiyyətlə baxın. Alimlər deyir ki, bir insan ikrah istisna bu ayetin üzerinde, İmam Ahmet de bunun üzerinde möhkəm durur ki, bir insan hiçbir zaman ikrah istisna küfür kelimesine Allah heç bir sebepten icazə vermir. Ne zəruriyyət, ne ehtiyac, ne sıkıntılar, ne acılıq, ne susuzluq ki, mən çox o qədər açsan git haram yiyir. Məsəl üçün. Amma bir insanın deyir qəlbinin küfrə açması və davamlı bir şəkildə ikrahsız bir insan küfr edib tövbə edərsə, Allah onun 3-cü kərədən sonra deyir qəlbini möhürləyə bilir. Necə ki, Quran-ı Kərimdə ayətə deyir ki, onlar deyir küfr edinlərlərini kəfəru, küfr etdilər. Thumma təbu, sonra isə tövbə etdilər. Ondan sonra yenə kəfəru, sonra isə küfr etdilər. Və sonra isə tövbə etdilər. Və sonra Allah sonra Allah deyir artıq onların qəlblərinə baxın. Fatubi ala qulubihim. Allah onların deyir qəlbini artıq deyir möhür vurdu. Bitti. İbn Teymiyyə Allah rəhmət eləsin iman kitabında deyir ki, insanın deyir imanına möhür vururlar. İnsan uzun müddət anlamaz, yalnız öləndən sonra anlayır. Çünki deyir iman ilə küfür məsələsində oyun oynama olmaz. Sən məsəl üçün indi biraz sonra da görəcəyiz ki, küfür və şirk, baxın bir sualdır. Kafanızda canlandırın. Həmişə bunu sizə demişəm əslində. Allah deyir ki, inna Allah la yaghfiru an yushraka bih ve yaghfiru ma dun zalika limen yasha. Allah kendisine ortak koşma asla bağışlamaz. Doğru mu? Aynı şekilde küfrü de bağışlamaz. Ama bundan başka olan günahları bağışlayır. Bir sual yaranıyor burada. Allah Subhanahu teala neye göre şirki affetmiyor? Yani bir insan şirk üzerine ölerse affetmiyor. Ama insan haramlar üzerine ölerse, adam öldürdü, zina elədi, oğurluq elədi, yalan danışdı, hırsızlıq elədi, bütün haramlar işledi. Mətə alə zəlikə, onun üzerinde öldü ve Allah Subhanahu teala onu bağışladı, cennetine koydu. Ama lakin bir insan şirk üzerine öldü, bir tane şirk işledi.
Allah Subhanahu ayette ne diyor Muhammed Aleyhisselam'a? Evhayne ileyke. Bak, evhayne ileyke. Biz sana vahyettik. Ve senden öncekilere vahyettik ki le'in eşşirakte, eğer Allah'a ortak koşarsınızsa bütün emelleriniz boşa gider. Ve başka bir ayette de Allah Subhanahu teala şirk koşanların ebediyen cehennemde kalacaklarını ve oradan çıkmayacağını vaat edir. Ama ve lakin günahlar bu şekilde değil. Buna göre değiller ki alimler. İnsanın kalbi küfür daha doğrusu insan küfür işleyirse, şirk işleyirse bunun kalbi bu meselede tavuz vermiştir. Çünkü ikrah yoktursa. İmam Ahmed ikrah neye deyir bilirsiniz mi? Uzaktan görürəm ki ikrah bana gelir. Yok, o diye kabul değil. En azından döyüləcəksən, söyleyeceksen, oran buran yaralanacak. Görürsən ki artık öleceksen, o zaman deyir, ağzından küfür kelimesini söyler. Sonra sələfə soruşurlar, bəs yaxşı şirk, deyirlər ki ikrahda şirklə keçərli değil. Birçok sələf uləməsi deyir ki bir insan şirk ederse, ikrahı olsa bile keçerli değil. Çünkü Allah Subhanahu teala burada sadece küfürü icazə vermiştir. Ama muhakkik alimlerimiz deyirlər ki, hayır. Küfür ümumüdür, şirk hususidir. Küfrün içerisine şirk girer ama şirkin içerisinde küfür gibi biri am biri xastır. Bundan dolayı küfrün içerisine ne de şirk de dahil olduğu için yani bir insan küfür ederse, şirk ederse ikrah halında ikrahın şərtləri tahakkuk ederse o zaman onun için keserlidir. Ve bunun için deyir ki əməllər imandandır dediğimiz zaman imanın əsl deyir təməli İmam Macurri insanın qəlbində yerləşir. Gəlin deyir məsəl üçün Hücrət surəsi 14-cü ayətə baxaq. İmam Macurri. Qalətil a'rabu amennə. A'rabilər deyirlər ki biz iman etdik. Qul de ki ləm tu'minu, siz iman eləməmisiniz. Lakin qulu əsləmnə, deyin ki biz müsəlman olduq. İslam olduq. وَلَمَّا يَدْخُلُ الْاِيمَانُ فِي قُلُوبِكُمْ. Henüz iman sizin kalbinize girmemiştir. Bunun için değil, imanın itaate insanı yönlendiren şey gerçek olan imandır. İnsanı küfre nifret ettiren şey insanın kalbindeki olan imandır. Ayette ne diyor Allah Subhanahu teala? Lakin değil Hucurat Suresi'nde habbebe ileykumul imana, imanı biz size diye sevdirdik. Sevginin asıl her yerleşir kalpte. Ve kerraha ileykumul kufra vel fusuka vel isyan. Küfrü ise size pis gösterdik. Masiyeti pis gösterdik. Fıskı pis gösterdik. Harda? Sizin kalbinizde. Yani sizin kalbiniz o nifakı, o küfürü, o şirki istemedi. Eğer bir insanın da değil küfür, şirk, haram, masiyet yer bulursa demek ki o onu sevmiştir. Demek ki onun esas kalbinde problem vardır. Bu sebepten de değil imanın değil əsli fehâzâ mimmâ yedulluka, saat delildir ki bu alel kalbil iman, imanın yerleştiği esas nokta imandır ki o insan huve kalbin tasdikidir, kalbin marifetidir. Bir insanın la yenfel kavl, bir insanın sözü izlem yekun kalp onu dediği sözü tasdik eləmirsə, onu ikrar eləmirsə, onun ne olduğunu anlamırsa, fəhmetmirsə, elm olarak dilinle dediği şeyi dərk eləmirsə, onun dışarıdaki olan sözü de, əməlləri de ona hiçbir faydası yoktur. La yenfel, fayda vermezdir. Bunun için kalbin üzerinde daha doğru çok durmak lazımdır ki Resulullah sallallahu aleyhi ve sellem de ya mukallibel kulub, el kalpleri çeviren Allah'ım kalbimi iman üzerine sabit kıl. Çünkü insanı hareketlendiren şey, insanları yönlendiren şey Ebu Hureyre diyor ki kalp insanın azalarının sultanıdır. Eğer o sağlam olarsa ki Allah Resulü'nün hadisinden dayanarak ki size bir şey söyleyeyim mi ki o hemen o şey ki var o temiz olarsa, sağlam olarsa bütün beden sağlam var, temiz olur. Eğer o hasta olarsa, çirkin olarsa
bütün bədən sağlam olar. Ona dedilər ya Rasul ələ və hiyəl qalbu, işte o qəlbdir. Deyir ki, fəizə o deyir salih olduğu zaman qəlb də salih olar. O fasid olduğu zaman da qəlb də həqiqətən fasid olur. Bunun üçün deyir, insanın günaha, şirkə, harama, yanlışlara meyl etməsinin əsas təməli onun deyir qəlbindən qaynaqlanır. İnsan deyir qəlbini islah etmədən əməllərini islah edə bilməz. Və İbn Qayyim də zaten qəlb adına bir kitab yazmışdır ki, qəlbin ilacı. İnsan deyir qəlbini deyir müalicə eləmədən əməlləri ona heç bir şəkildə təsir eləməyəcəkdir. İnsan ilk öncə deyir qəlbini küfrdən, şirkdən, haramlardan, yanlışlardan, nifaqdan, bir çox şeydən insan nə etməlidir? İnsan onu nə varmalıdır? Təmizləməlidir. Əgər insanoğlunun əməllərindəki olan problemləri axtarırsınızsa, birinci deyir insan qəlbinlə mühasibə eləməlidir, muraqibə eləməlidir, qəlbə yönəlməlidir. Bu deyir birinci qəlbin məsələsi dedi ki, iman deyir qəlbdə yerləşir, imanın əsasının yeri qəlbdir. İkinci, və əmməl fardul iman bil lisan, dildə olan imana gəlincə ki, farzdır. Birinci farz hardaydı? İnsanın qəlbində. İkinci farz hardadır? İnsanın deyir dilindədir. Allah Subhanahu Teala deyir ayətində deyir ki, وَقُولُوا آمَنَّا بِاللّٰهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ. Birinci deyir, dillə iman söylənməlidir. Ona açıq bir şəkildə dəlil budur ki, قُولُوا آمَنَّا. Deyin ki, biz iman etdik. Deyin ki biz neyledik? Deyin ki biz iman ettik. Kulu amennâ. Deyin ki biz iman ettik. Ne iman ettik? وَمَا أُنْزِلَ إِلَيْنَا bize indirilene وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ biz bunların hamısına deyin ki iman ettik. İnsandan deyir istenilen qəlbdən sonra dili ile imanı söylemesidir. Bu şeyler hamısı insandan tələb olunur. Bu peygamberlere indirilene de sen iman etmek zorundasın. Ne de ki Nisa suresinde de dediği kimi bunlara iman ettiğini söylesen de ama Allah Resulü'nün ve Allah'ın şeriatinden yüz çevirersense de senin bunlara iman etmende sana fayda vermez. Elem tara ilellezine yez'umuna ennehum amenu bima unzile ileyke ve unzile min qablike sana ve senden öncekiler iman ettiklerini za'm ederler, iddia ederler ama onların imanları nedir? Allah tarafından geçerli değildir. Ve sonra ikinci bir ayette deyir ki, Allah deyir ki, daha doğrusu ayetin devamında biz deyir, bu peygamberlere inanarıq, لَنْ نُفَرِّقُ بَيْنَ اَحَدٍ مِنْهُمْ bizim bunların arasında bir fərq görməlik, وَنَحْنُ لَهُ مُسْلِمُونَ bizler ona Müslüman olanlardanız. Yani Ali İmran suresinde, قُلْ de ki, آمَنَّ بِاللّٰهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ de ki, biz bize inene ve İbrahim'e inene iman ettik. Bu yeri geldiği zamanda söylenen sözlerdir. Yani karşındaki hansı toplumdursa o toplumun karşısında imanını ikrar eləmen gerekendir. Ki Allah Subhanahu Teala İbrahim Aleyhisselam hakkında da bizlere diyor ki İbrahim Aleyhisselam ki ne Yahudi ne Hristiyan o sadece hanif bir Müslüman idi. O özü tek başına bir ümmet idi. Ve şimdi İbrahim'in men yergabu an milleti İbrahim'e illa men sefiye nefse şimdi İbrahim Aleyhisselam'ın getirmiş olduğu dinden yüz çevirerse diye o işte sefif ve ahmağın ta kendisidir ki neye göre? Çünkü diyor وَلَقَدْ اِسْتَفَيْنَاهُ فِي الدُّنْيَا biz onu dünyada seçtik ve onu dünyada en seçkin insanlardan kıldık. İbrahim'i koruduk, seçtik, özümüze halil edindik. Eğer sen de bir dünyada sevilip seçilen insanlardan olmak istiyorsansa o zaman sen de İbrahim Aleyhisselam'ın yoluna tabi olman lazım diyor. Ondan yüz çevirsen değilsen
axmaq və səfihlərin ta kəndisi olacaqsan. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Abdullah bin Ömərdən, Buxaridən və Müslümdən gələn hədislə deyir ki, "Umirtu nuqatilən nas hatta yaqulu la ilaha illallah və enni rasulullah." Deyir ki, mənə əmr olundu ki, və umirtu an nuqatilən nas. Mən insanlarla savaşmağa, mənə əmr olundu. İnsanlarla mücadilə etmək, insanlarla cihad eləmək mənə əmr olundu ki, deyir, hətta insanlar la ilahe illallah deyib və məni də Allahın Rasulü seçincəyə qədər insanlarla nədir, savaşmaq mənə əmr olundu. Buradakı şahid nədir? Hətta yaqulu la ilahe illallah. Yəni, la ilahe illallah bir insan deyirsə, Muhammed Allahın Rasuludur deyirsə, və namaz qılırsa, zəkat verirsə, müsəlmanın nədir, o insanla arasında İslam bağı yaranmış, onun canı, malı, qanı müsəlmana haram olmuşdur. Hətta tərə minhu, ondan açıq bir şəkildə küfür, şirk, navaqid-i İslam görüncəyə qədər o sənin zahirən nədir, müsəlman qardaşındır. Və onun qəlbində olanı nə sən, nə mən, Peyğəmbər belə olsa bir insanın qəlbindəkini ortaya çıxartması mümkün deyildir. Biz insanların qəlbindəki nə var, nə yox, onunla nədir, əmr olunmamışıq ki, araşdıraq ki, bu adam qəlbində nəyi sevir, nəyi sevmir, dediyi şeylə nə ilə razıdır, nə ilə razı deyil. Biz insanların dilləri ilə, əməlləri ilə göstərdiklərinə nəyi tabiyik. Amma deyir, fəhəzəl deyir, bu iman deyir, bil-nisən nutqın fardan vacibəndir. Bak, bir insan, lal insan istisna, təqiyyə edən insan istisna. Bu ikisi istisna olmaqla insan imanını, İslamını gizlədə bilməz. Mən müsəlmanam, mən müsəlmanlardanam, mən tevhid əhliyəm demək sözünü bir müsəlmanın gizlətməsi caiz deyildir. İndi belə deyək, təqiyyə ilə ikrahın arasını bir çox insan qarışdırır. Onu burada açıqlayaq ki, fayda olsun. İkrah, insanın ixtiyarı olmadan dışarıdan ona edilən təzyiq nəticəsində, sözündə və əməlində istəmədiyi halda, qəlbi imanla dolu olduğu halda ağzından çıxartdığı küfür, şirk sözlərdir. Ya deyirlər, səni öldürəcəm və bilirsən ki, öldürəcək. Amma məsələn, indi bizim balada Şükran müəllimə deyir ki, səni döyərəm ha, yoxsa bu küfür kəlməsini söylə. İndi sizcə Şükran bunu döyə bilərmi? Yox. Amma bu onu döyə bilər. Yəni, ikrahın da təbii şərti var. Yəni, bir insan yəqin şəkildə bilir ki, məndən istədiyi şeyi ona verməsəm, ya məni öldürəcək, ya mənə ağır işgəncə verəcək, ya mənim qormu qanalımı kesəcək və s. İnsana özünə aid olan şeyləri nədir? Əlində olmadığı halda əlindən ala biləcəyini inanırsa, o zaman bu adam ikrah halındadır. Təqiyyə nədir? Təqiyyə bir insanın iman və İslamını gizlə, açığa vurmadan müşrik və kafirlərin, xristiyanların, yahudilərin, müşriklərin arasında onlardanmış, bax, onlardanmış kimi görsənməsidir. Bax, necə? İslamını, məsəl üçün, mən yaşayıram Qureyşin filan qəbiləsində. Qazağın, məsələn üçün, Tanrı verdi, Tanqullar tayfasının içində yaşayıram. Mən iman etmişəm içimdə, İslamı gözəl bir şəkildə yaşayıram. Amma ətrafında olan insanlar mənim müsəlmanlığımı bilmirlər. Mən bilirəm ki, bilsələr, məni öldürəcəklər, döyəcəklər, söyəcəklər, qolayacaqlar, məmləkətdən çıxardacaqlar, işgəncə verəcəklər, sıxıntılarla qarşı-qarşıya gələcəm. Və bu səbəbdən də mən imanımı gizlədirəm. Amma bir şərti var, səbirli olun inşallah. Amma bir şərti var. Sən nə haram, nə küfür, nə şirk işləyə bilməzsin. Yəni, mən təqiyyədəyəm deyib, mən küfürün içində üzüm buradan girim, buradan çıxım. Kəlləni kanın bu başından vurum, o başından çıxım, şirk işləyə-işləyə
mən neyiniyim? Və yaxud da ki, adamlar var, deyir, mən iman etmişəm, bəs deyirsən, əlindəki pivə nədir? Deyirsən, bəzən içirəm ki, mənim iman etmiyimi anlamasınlar. Yox, belə şey olmaz. Adam deyir, zina eləyir, deyirsən ki, niyə zina eləyirsən? Deyir, onlarla bərabər getdim ki, mənim müsəlman olduğumu anlamasınlar. Şəriət belə məsələləri asla və asla qəbul eləmir. Yəni, bu ikrah ilə təqiyyənin arası bu şəkildə nədir, bilinməlidir ki, əgər orada səni zorlayarlarsa, bu artıq başqa bilmə. Sən zorlanarsan, yox, sən bunu eləməsən, səni döyəcək, səni öldürəcək. Burada alimlər arasında ikraf var, bir məsələdə. Zinanın xaricində qəbul ediblər. Daha doğrusu adam öldürmə və zina xaricində hər şey, digər haramları işləməni qəbul ediblər. Amma adam öldürmə və zinanı asla və asla və bir müsəlmanı satmanı, bir müsəlmanın haqqına girib casusluq eləmək caiz deyildir. Ölməlisən, amma bir müsəlmanı sata bilməzsən. Müsəlmanı, dövlətini, yəni belə deyim ki, əmanəti, bunları verə bilməzsən. İkrah halında olsan belə eləyə bilməzsən. Yəni bunun günahı sənin özünə dönər və bunun cavabını özün vermiş olarsan. Zina edərsənsə də edə bilməzsən, başqasının iffətini poza bilməzsən, sən buna yetkin yoxdur. Və yaxud da ki, sən başqasını öldürə bilməzsən ki, madillər ki, onu öldürməsən, səni öldürəcək, yox, sən buna yetkin çatmır, sən onu eləyə bilməzsən. İndi deyəlim ki, elədi, nə olacaq? Onu da inşallah fıqh dərslərində, onun babı fıqh dərsidir, yeri bura deyildir yəni. Amma deyir, insanın deyir, əməllərinlə işlənilən deyir, farzlara gəlincə ki, burada farzlarla indi biraz sonra haramlar məsələsi gələcək. Məryəm cırmışdır, bugün oxuyan sağ olsun. Və əmməl iman bimə furidə aləl cəvarihi, yəni insanın deyir, orqanları ilə işlədiyi deyir, imana gəlincə, o deyir, tasdiq olmalıdır ki, insanın qəlbi ilə, təbii ki, əməli ilə deyir, bax, əməlləri ilə etdiyi əməllərin təsdiqi qəlbdə və dildə olmalıdır. Həm qəlbində də, həm dilində. Necə ki, Allah subhanahu wa ta'ala möminlərə əmr etmişdir ki, qəlbi ilə və dili ilə əməl etdiyini orqanları ilə göstərməsi ki, Allah subhanahu Həd surəsində Ya eyyuhəllədinə əmənirkə'u vəscudu Ey iman edənlər, səcruki edin və səcdə edin ki, tuflihu hatta qurtulasınız. Və qalə Teala və aqimus salata və atuz zəkata namaz qılın, zəkat verin ki, Quran-ı Kərimdə deyir, bununla bağlı indi biz de irəlidə göstərəcəyik ki, sizə Quran-ı Kərimdə bədən ilə bağlı, orqanlar ilə bağlı Allah bir sürü məsələdə bizə farz etmişdir. Şeyx Ali Həmdən, Allah kendisini əsarətdən qurtarsın, yaxınlarda əsarətə girmişdir. Deyir, ümumiyyətlə İmam Macurri'nin uslubunu söylüyor ki, bir meseleyi yanlış anlamayaq. Yani mürciyelere reddi olarak. Bir insan farzları, bakın dikkat edin burasına. Namaz hariç, dikkat edin, zaten bu 26. bölüm namazın terkinin küfür bölümüdür. Selefin icmasıyla namazın tərkinin küfür babıdır. İmam Macurri'nin kitab-ı şəriyəsində 26. bab. Bu bab bu məsələyə bağlanmışdır və tüm sələfdən də zaten bu məsələdə ilk dəfə eşitəcəyiniz sələfin bu məsələdə sözləri olacaq ki, müthiş məsələlərdir. İnşallah buna hamısı cəm olmuşdur. Bu kitabda hamısı cəm olunmuşdur. Demək olar ki, bir neçə kitab bu məsələnin altında cəm olmuşdur. Deyək ki, İmam Macurri, Allah kendisine rahmet eylesin, bütün o yolda olanlara rahmet eylesin. Deyək ki, İmam Macurri'nin bu meseledeki olan sələf deyir, bir meseleni açıq bir şekilde arasını ayırmıştır ki, farzları terk edenle haramları işleyen insanları birbirinden ayrılmıştır. Farzları, bakın, farzları terk edenle haramları işleyen birbirinden ayrılmıştır. Namaz hariç. Namaz ayrı bir
Benim ki namaz ayrı bir şekilde babdır. Namaz bakın emeller içerisinde farz olan emellerin içerisinde nedir? Farz olan emellerin içerisinde namaz ayrı bir babdır. Namazın ehkamı tamamıyla farklıdır ve bu sebepten de namazın terki fıkıhta ayrı bir babda yerleştiğine göre onun bahsi de farklıdır. Ama namazın haricinde bir insan İslam'ın 5 şartını kökünden terk ederse, bak namaz hariç, zekat, oruç, hac, diğer farzlar bir insan terk ederse farziyetini kabul eləməklə beraber farzları əməl etmediğine göre selef demiştir ki, İmam Macurri de bu görüştedir ki o insan dinden çıkmıştır, kafir olmuştur. Değil. Bu şu tedeştisiniz. Bir insan namaz hariç, zaten adam hayatın namazı var. Bak karıştırmayın ha. Haşirim karıştırmayın. Adam namaz kılır. Ama farzları yerine getirmir. Yani Allah'ın emirlerini. Oruç, zekat, hac vesaire diğer ne kadar emir bil ma'ruf, nehy anil münker, infak vesaire ne kadar ki vacipler varsa, farzlar, farz olanlar ha. Kur'an-ı Kerim'den farz olanları insan farziyetini kabul eləməklə var. Bəli, bilirəm bunlar farzdır. Desə belə əməl eləmirsə o insan küfrə girmiştir. Bizimlə mürciyenin arasındaki en ayrı nokta budur. Mürciye deyir ki, bunları terk eləsə, farziyetini kabul elədiyindən dolayı Müslümandır. Ama Əhl-i Sünnət deyir, xeyr. Əhl-i Sünnət deyir ki, bunların farzların dikkat edin. Ha, bak soracağım sonra sizden. Bunların havarici olmayın ya da mürciye olmayın. Dikkatli olun. Bu havaricilerden mürciyenin ortasıdır. Yani çok ince bir mekamdır yani. Farziyetini kabul etseniz bile farz emelleri terk eden insan, namaz istisna insan küfre girmiştir. Yani mesela namaz kılır. Mesela Ahmet abi namaz kılır. Tamam mı? İmkanı var oruç tutmuş. İmkanı var zekatı vermiş. İmkanı var həcce getmir. İmkanı var əmr bil məruf eləmir. İmkanı var malını infak eləmir. Vacibdir ki. İmkanı var Allah yolunda savaşılan, mesela İslam dövləti var, savaşa getmirsə. Bu farzlar ki var, farzları yerine getirmirsə, o insan İslamdan çıkmıştır. Namaz kılsa bile. Ama günahlara gelince bir insan farzları yerine getirir. Tamam? Birçoksunu yerine getirir. Birçoksunu da günahkardır. Ama çoksunu yerine getirir. Ama büyük günahlarını, ekseriyetini işleyir. Hamısını demək olar işleyir. Yalan danışır, oğurluq edir, hırsızlıq edir, zina edir, içki içir. Bu insan fasiktir. Yani bu insan fasiktir. Neye göre fasiktir? Deyir ki, çünkü namaz ile onun arasında ne vardır? Onun arasında nedir? Fark vardır. Zahmet olmasa. Tamam. O demesi yetim hiç anlamır. Yetim olunca insan böyledir. He. Şey der, bu da der, musallif ha huna zekre ve küfür fi terkil faraid. Yani der, musannif burada der, yani bunu der zikretti ki, zikretmesinde esas sebebi oydur ki mesela ala zalike bis salat ve gayri, namaz ve diğerlerini zikredeceğidir. Mesela der, farz-ı siyam ala cemil beden ve cihad ve bedene ait olan ne kadar hükümler var ki bunlar der insanın amelinde es-salat ve zekat ve siyam ve hac ve cihad ve ma eşbeha lidalihi ve bu ve buna benzer olan emelleri bir insan ameliyle terk edirse bir insan mücerred olarak bununla küfre girmiştir. Farzları. Amma lakin bunun günahlara gelince elədir. Çünkü bu terk eləməsinin sebebi deyir ki onun deyir bak وَرَضِيَ min nefsihi bir ma'rifetil kavl, sözünden sözlüğü veya gel vesaire tasdik edilse bunun faydası yoktur. Lem yakun mu'minen, o mümin değildir. وَلَمْ يَنْفَعُهُ, ona fayda vermez neyi? Dille söylemesi,
və qəlbi ilə təsdiq etməsi və kana tərkuhu lil amali, bu əməlləri tərk eləməsi onun nəyinə dəlildir? Təkzibən, bunun yalanlamasına açıq aydın dəlildir ki, bu insan yalan danışır. Bir insan farzları yerinə getirmişsə yalancıdır. Bir insan farzları yerinə getirmişsə yalancıdır. Bəzi alimlər amma demişlərdi ki, bir insan əməlində namaz olarsa, bax bayaqki İmam Macuru'nun sözüydü. Amma çoxunluq alimlər deyir, bir insan əməlində namaz olarsa, bəzi farzları nəfsindən dolayı yerinə getirməzsə, tənbəllik eləyərsə, böyük günah sahibi fasikdir. Böyük günah sahibi nədir? O fasikdir. Və Allah Subhanahu taala deyir, ayətdə buyurur ki, sən deyir, لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Sən onlara deyir, şəriəti anlat ki, onlara endirilənə, onlara anlat ki, ola bilsin ki, inşallah ki, eşitsinlər, faydalansınlar və onunla da deyir, əməl etsinlər. Bunun üçün deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmə endirilən ayətlər, Allah arasında endirilən şəriətə deyir, biz ümumi olaraq baxdığımız zamanda görürük ki, sahabə şəriəti əməl etməməksizin bir həyat yaşamayıblar. Deyir, Resulullah sallallahu aleyhi və səlləmin deyir, dönəmində deyir, mümkün değildi ki, bir insan farzıya, onun üzerine namaz, oruç, zekat, harc və digər tüm əməllər onun üzerine farz olsun, lakin sahabe bunu eləməsin. Bu mümkün değil. Bundan dolayı da deyir, bir insan deyir, yani farzları terk ederse, o insan küfre girmiştir. Burada ama deyir, şeyh burada irtikab-ül muharramları zikirləməmişdir. Nəyə görə? Onlar deyir, milletten çıxarmaz. Zəlikə li'ənnə əhl-i sünnə yufarriquna beynə tərk-ül faraid və irtikab-ül muharram. Əhl-i sünnə deyir, farzları terk edenle haramları terk edenin arasını ayırmıştır. Farzları terk edene demişlerdi ki, fətərk-ül faraid, farzları terk etmək, bak dikkat edin, farzları terk etmək, indəhum, əhl-i sünnetin yanında, min gayri uzrin, üzür olmadan terk ederse küfürdür, muhric minel mille, İslam milletinden çıkmıştır. Ama muharram, haramları işlemeye gelince min gayri istihlalin kebiratin, istihlası, hala görmeden büyük günahları işleyene gelince, hala görmediği sürece o insan kebair olan büyük günahları işlemiştir. Ve bu meselede biz aynı şekilde de mürciyeye neylemiştik? Muhalif olmuşuz. Ve yine ehl-i sünnetten demişlerdi ki Süfyan es-Sevri ve Süfyan bin Uyeyne daha doğrusu mürciyelerle bizim aramızdaki olan fark sorulmuş, mürciyeler soruşmuşlar. Onlar deyirlər fəqalə yəqulun əl-imanın qavlun. Onlar deyirlər iman sözdən ibadətdir. Və nəhnu nəqulu əl-imanın qavlun və əməl. Biz deyir iman söz və əməldən ibadətdir. Vəl-murciyyəci, murciyelər onlar deyir və əvcəvul cənnə, onlar deyir cənnəti vacib qıldılar. Kimə? Limən şəhidə la ilahə illallah musirran bi qalbihi alə tərkil faraidi. Yəni bax qəlbi ilə farzları deyir tərk etiqad edərsə, qəlbi musirran bi qalbihi alə tərkil faraid, yəni qəlbinlə də bunu bilir, lakin iqrar edir. Buna demişlər sadəcə bu farzları tərk eləmiş, bunun mənzili nədir? Sadəcə günah işləmişdir, böyük günah işləmişdir. Yəni farzları tərk edənlə günahları işləyən arasında fərq yoxdur. Və leysə bi səbəin li'an, onlar demişlər ki, amma bizim yanımızda isə əhl-i sünnə, onlar demişlər ki, farzları tərk edənlə li'anna rukubu muharramları işləməklə min qeyri istihlal masiyettir. Aynı şekilde terk-i faraid, farzları terk etmektir. Müteammiden min gayri cehlin, yani üzürsüz yere bunlar istisnadır ki, yani farzları farz olduğunu kabul ederek bir insan terk ederse bu insan nedir? Aynı günahlar işleyen kimidir. Ama lakin ehl-i sünnetin yanında elə değil, nedir? Ve terk-i faraid, bilerekten farzları terk eden insan ve la uzr, ona üzür yoktur. Aslında o küfre girmiş, yani kafir olmuştur. Der bundan dolayı demişlerdi ki, necə ki Adem Aleyhisselam ile Yahudiler ile daha doğrusu estağfurullah, yani Adem Aleyhisselamın fərqi ilə iblisin fərqi və Yahudilərin fərqi bu məsələdə ortaya çıxmışdı. Adem Aleyhisselamı Allah Subhanahu taala ağacdan yeməyə qadağan elədi və harramna aleyhi, biz ona haram elədik.
فَاَكَلَ minha, o ondan müteammiden bilerekten yedi ve ne oldu? O istedi ki melek olsun, orada daimi kalsın. Velakin nedir? Günaha girdi. Allah ona dedi ki o asi oldu. Fe'asa, Allah'a asi oldu. Ve ona küfür isnat eləmədi. Ve emmel iblise gelince, İblise Allah la'an oldu. Allah ona lanet eləsin. فَاِنَّهُ فَرَدَ عَلَيْهِ السَّجْدَ وَاحِدَ. Allah der iblise de bir kere de secdeni emretti. Fecehedeha muteammiden yüz çevirdi, itaat edemedi. Fesummiye kafiran. Allah onu kafir adlandırdı. Ve bu sebeptendir ki hansı ki deyir Yahudiler ve emmel ulemel Yahudilere gelince onlar Peygamber sallallahu aleyhi ve sellem peygamberliğini bildirer ve nebi olduğunu bildirer. Keme ya'rifune ebnâhum, öz oğlanlarını, öz evlatlarını tanıdığı için de Peygamber sallallahu aleyhi ve sellem'i tanıdılar. Ve akarru bihi bil lisani, dilleriyle bunu ikrar elediler. Velakin lem yettebi'u, Allah Resulü'nün şeriatine tabi olmadılar. Fesemmâhumullah, Allah onları ne adlandırdı? Küffaran. Yani onların Allah Resulü'nü tanıması, Allah'ın Resulü'nü bilmesi onlara fayda vermedi. Çünkü onlar kalplerinde tekebbürlük göstererek şeriate boyun eğmedi. Ve bu sebepten deyirlər ki alimler, farzları yerine getirmemeyin esas nöqtəsi kalpte olan gizli tekebbürlüktür. Ki tekebbür küfrü de bilirsiniz ki ayrı bir babdır ki nedir? İnsanı İslam'dan çıkardan bir babda nedir? Tekebbürlük, gurur. Ki insan farzları bilerekten terk edilse, onları yerine getirmişse esaslarını, o insan değil, İslam milletinden çıkmıştır. Ve amma terkil faraid cuhude fehuve kufrun, diye bir insan değil tabii ki kalbiyle de diliyle de inkar eleyerek, yani bir insan farzları inkar eleyerse o zaten iblis gibi kafirdir. Ama bir insanın ve terkuhum muteammiden, bak, ve terkuhum muteammiden ala ma'rifetin min gayri cuhudin fehuve kufrun misli kufril ulemâ'il yehudi. Diyor ki bir insan ve terkuhum muteammiden, bir insan farzları bilerekten terk edirse ala ma'rifetin, bir marifet min gayri cuhud, inkarsız, inkar etmeden terk edilirse o kafirdir ve bunun küfürü Yahudi ulemelerinin küfürü kimidir. İnkar ediyerek farzları terk ederse o zaten iblistir, iblisin küfürüdür diyor. Buna değil bizim iman kitabımızda bu meseleyle bağlı geniş bir yer vermişiz. Ve bundan sonra da şeyh ayet de getirir ki emellerin, yani iman ile birbirinden olması ki, yani emeli imandan, imanı emelden ayrılmak olması ki Allah Subhanahu teala bizler için, yani ayeye baktığı zaman Bakara suresi ve diğer ayetlerde de var olduğu gibi leysel birri en tuvallu vucuhakum qibelel meşriki vel mağribi. Yüzünüzü, yani yaxşılıq bir yaxşılıqdır. Tüm yaxşı əməlləri içine alır. Sizin yüzünüzü qiblənin şərqə və qərbə çevirməklə yaxşılıq olmur. Yəni qibləyə dönməklə. Velakinnə birri men amana billahi vel yevmil ahir, Allah və axirət günə iman etmək, vel mələikəti vel kitab, və kitablara iman etmək, və nəbiyyi peyğəmbərlərə və atal mal ala hubbihi, malını istəyərək verməsi. Yəni sevməyərək yox, istəyərək verməsi, yetimlərə, fakirlərə, miskinlərə, Allah yolunda olanlara, bunlara infak eləmək nədir? Yaxşılıqdır. Və firriqab kölələrə və namaz qılmaq, zəkat vermək, əhdlərini yerinə yetirmək və sabr edənlərə də müjdələc və sabirinə bəsə və zor günlərə, çətin günlərə, işte bunlar kimdəndir? Ayət tamamı iləl muttəqun, işte bunlar kimlərdir? Əsl Allah'tan qorxan müttəqilərdir. Yani bir insan Allah'tan korkması, bir insanın müttaki olabilmesi için Allah'ın farz ettiği şeyleri bu şekilde bilmesidir. Diğer Ebu Zer radıyallahu anh'a, Kale Muhammed bin Hasan İmam Macuri, Ebu Zer Peygamber sallallahu aleyhi ve sellem iman hakkında soruştu. Ya Resulallah, iman nedir diye soruştu. Resulullah sallallahu aleyhi ve sellem fetela aleyhi hâlihil âye. Allah Peygamber sallallahu aleyhi ve sellem deyir, ona deyir, Bakara suresinin 177. ayetini Ebu Zer'e okudu ki iman budur. Yani bir insanın imanından danışmak istiyorsansa da iman mesnedir, iman bundan nedir? İbarettir. Ve bundan sonra de şeyh işte bu ayetidir. Yani bizim için yani delildir ki, bizim için delildir ki bir insanın Müslüman olabilmesi için, iman ehli olabilmesi için nedir?
hem qəlbi hem dili hem orqanları İslamı yaşaması lazımdır ve onlardan sen artık öğrendin ki hansını terk ettiğin zaman da İslam'dan çıkırsan, hansını terk ettiğin zaman da fasik olursan, hansını terk ettiğin zaman da asi olursan vesaire. Ve bu sebepten de değil bir Müslüman, İmam Ahmed'in de zaten bununla bağlı kitabı var değil. Bir Müslüman bu meseleleri doğru dürüst bir şekilde bilmediği zaman imanında sürekli xəlal, şək, şüphe problemlerle karşı karşıya gelecektir. Yani eğer iman kalbine yerleşmişse, eğer iman diline yerleşmişse, kalbindeki olan iman diline sonra da organlarına vermişse, lisan dil değil kalbin tercümanıdır. Emeller de değil dilin təsdiqidir. Kalbinde olan tercümanı nedir? Senin dilinle ve emelinde olanlardır. Yani bir insanın mesela deyir ki, bir insanın deyir emellerinde olan yaxşılıq və yaxud da ki pislik, şər, xeyir, bir ihsan vesaire bunlar hamısı insanın deyir qəlbində olan imana bağlıdır. Çünkü qəlbdəki iman zəif olarsa dildəki iman da zəif olar. Yani namazı da zəif olar, əmr bil mərufu da zəif ola bilər. Her şeydir zəif ola bilər. Çünkü insanda əsl deyir, insana güc verən şey qorxu ki var, o insanın deyir qəlbinə yerləşir. O insan sen kalbinden onu çıkartmadığın sürece bütün vesvese oradan gelir. Mesela rızıktan korkmak, ölümden korkmak, malın elden gitmesinden korkmak vesaire. Bütün bunların əsl sebepleri insanın olan kalbinde olan imanla bağlıdır. Kalbinde iman zayıf olduğu için sen bu şeylerden korkursun. Çekinirsin, ehtiyat edirsən. Sağ kalbinden vesvese verir. İnsanı koruyan şey insanın kalbidir, insanın rahatlığıdır. Bak təzə iman eden insanlar olur. Təzə iman edəndə insan hamımız çok adam olubdur. Deyirsən ne deyirsən diye problem. Deyirsən bu olmaz diye yaxşı bir şey. Götürür turluyur. Deyirsən bu caiz değil diye tövbe edirəm. Deyirsən bu belədir. Elhamdülillah Allah razı olsun çok sağ ol. Bize deyirsən kardeş olmaz da ayet hadis deyirsən bəs alimler ne deyir? Deyirsən Allah ve Resulü deyir ki olmaz. Deyirsən bəs İbn Teymiyyə ne deyir? Deyirsən Allah ve Resulü deyir ki bu haramdır, bu küfürdür, bu şirkdir. Deyirsən bəs müasir alimlerden buna ne deyirlər? Allah'ın ve Resulün adını çəkirsə bir insana təsir eləmir. Dedi ki İbn Abbas Allah kendisine rahmet eylesin. Temettü hacı hakkında dedi ki ey insanlar vallahi diye ra'aytu Resulullah sallallahu aleyhi ve sellem'i gördüm ki Allah Resulü de temettü hacı eledi. Siz deyirsiniz ki Ebu Bekir ve Ömer ne eledi? Ben diyelim Allah Resulü bunu elediğini gördüm. Siz deyirsiniz ki Ebu Bekir ve Ömer bunu ne eledi? Ben korkuram ki vallahi sizin başınızda göyden daş yaksın. İmam Şafii gelir diye bir nefer soruşur ki İmam Muzer'e diye ki der ya imam değil bu ayet hakkında ne deyirsən? Deyirəm ki Allah ve Allah Resulullah sallallahu aleyhi ve sellem belə dedi. Deyirəm bəs filan məsələ haqqında nə deyirsən? Dedim ki Resulullah sallallahu aleyhi ve sellem belə dedi. Yine başka bir şey soruşur deyir o haqqında nə deyirsən? Deyir Allah ve Resulü belə dedi. Deyir ya imam mən bu söylediğin hadisleri ayetleri bu məsələ haqqında çok yaxşı bilirəm. Bəs sen ne deyirsən? Deyir vay olsun sana. Mən sənə deyirəm Allah ve Resulü belə deyir. Sen bana deyirsən ki sen ne deyirsən? Bugün bizim en büyük problemimiz nedir? Bir meselede Allah ve Resulü hüküm verdikten sonra açık bir şekilde Keşşems Ferrabiyet'in daha yazın ortasında olduğu gibi açık bir şekilde Allah ve Resulü'nden bize delil gelir. Lakin biz diyelim ki bəs alimler bu meselede böyle demiyor bakı. Deyirsən ha kardeş Allah ve Resulü deyir ki bu mesele belədir, açıqdır. Deyir bilirəm açıq. Deyirəm bax qardaş, deyirsən qardaş ay müsəlman. Ayetin zahirində nə başa düşürsən? Deyir küfür. Hadisin zahirində nə başa küfürsən? Şirk. Yaxşı. Hansı usul qaydasına görə Allah ve Resulünün sözünü alim ortadan qaldıra bilər? Allah ve Resulünün sözünü yalnız ve yalnız Allah ve Resulü qayda bilər. Bax, ümumi hökmlər var. Hususi hükümler var. Doğru mu? Ümumi hükümler, hususi hüküm Allah eləyə ya da onu Resul eləyə bilər. Mütlak genel hükümler var, hususi hükümler var. Ben daha doğrusu qeydi hükümler var. Mütlak hükümlüğü devam edir. Hatta yetil muqayyet ona bir qeyd gəlincəyə qədər. Am hükümler öz ümumi hükümlülüğü devam edir. Hatta yetil muhassis hususi bir dəlil gəlmədiyi sürece o hüküm neydir? O hüküm devam ediyor yani. Bunun için kardeşler biz amellerimizde daha da sözlerimizde deyirik ki Allah ve Resulü belə dedi.
Allah ve Resulü belə deyir. Amma vaqiyə gəlincə, bir ixtilaf düşüncə, heç kim Allah ve Resulünü dinləmir. Deyir ki, bəs filan imam bu məsələ haqqında belə deyir, baxı. Məsələn, Allah deyirsə ki, Allah deyir ki, mən səmadayam. Allah deyir ki, mənim əlim var. Allah deyir ki, mənim ayağım var. Allah deyir, mənim 2 gözüm var. Allah deyir, mənim 2 əlim var. Allah deyir, gecənin 3də birində mən yer üzərinə inirəm. Deyir, alimlər bəs elə demirlər axı. İndi biz kimə indi Allah və Rasuluna mı inanaq? Alimlərin şəriətdə nədir? Bir yeri var. Məlum bir məqamı var, dəyərli məqamdır. Yer üzərində Allahın şahidləridirlər. Amma onlar Allah və Rasulunun önünə keçəməzlər. Baxın, bir ayət söyləyəcəm bu məsələ ilə bağlı. İnşallah çox uzatmayacağım. Hucurat surəsi 1-ci ayətin eniş səbəbini söyləyəcəm sizə. Allah Subhanahu Hucurat surəsinin 1-ci ayətində deyir ki: "Ya eyyuhellezine amenu la tuqaddimu Allah'tan qorxun. La və la tuqaddimu beyne yedeyillahi və rasulihi." Allah və Rasulunun önünə keçməyin. Ya eyyuhellezine amenu Allah'tan qorxun. La tuqaddimu beyne yedeyillahi və rasulihi. Ey iman edənlər, Allah və Rasulunun önünə keçməyin. Bu ayət niyə nazil oldu? Əbbəkir və Ömərə nazil oldu. Niyə? Bir qəbilədən bir tayfa gəldi. O tayfanın içərisindən Ömərin və Əbbəkirin tanıdığı insanlar var idi. Ömər dedi ki, onların başında filan kəs olsun, əmir. Ağsaqqal. Elə bir ki, kənddən gəlirsən, deyirsən, sizin kəndinizdən Əhməd abi sizin sizin başınızda dursun ki, azmayasınız, sapmayasınız, sözünüz bir yerə gəlsin. Ömərlə Əbbəkir bu şəkildə danışırlar. Allah Subhanahu bu ayəti indirir ki, Allahın və Rasulunun bu barədə fikrini almadan siz necə öz başınıza fikir söyləyirsiniz? Ondan sonra Əbbəkir Ömərə səsini qaldırır. Ey Ömər, vallahi sən mənə müxalif olmaq üçün belə deyirsən. Sən dərdin əmr zat seçmək deyil. Əsəbləşir Ömər. Allah 2-ci ayət indirir. Ya eyyuhellezine amenu, ey iman edənlər, səsinizi Allahın Rasulunun səsindən yüksəyə qaldırmayın. Əməlləriniz boşa gedər, özünüz də bilmədən. Ondan sonra Əbbəkir Ömər deyir ki, vallahi sən məni problemə soxdun da. Mən bu gündən sonra Allah Rasulundan ancaq pısıltı danışacağam ki, qorxuram əməllərim boşa gedir. Qorxuram əməllərim, bax, o